Salam dostlar, sizinlə mən Məmməd Kərimovam. Bugünkü video dərsliyimizdə tək ad altında Facebook profili yaratmaqdır. Başlayaq. Daxil oluruq hər hansı browserlə, məsəl üçün olsun Mozilla ilə öz Facebook profil ünvanımıza daxil oluruq və burada tənzimləmələr bölməsinə keçirik. İlkin olaraq dili dəyişirik. Yediririk İndonezya dili, yadda saxlayırıq. Və daha sonra yeni pəncərədə Google-a daxil oluruq. Google-da bizə lazımdır İndoneziyanın proxy kodu. Bunun üçün yazırıq. Bir proxylist.net saytına daxil oluruq. Açılan pəncərədə country, ölkə bölməsini İndoneziya gətiririk. İndoneziya search düyməsini vururuq və İndoneziya aid IP adres, port, digər məlumatlar burada özünü göstərir. Biz buradan hər birini seçə bilərik. Ancaq bizə lazım olan, məsəl üçün, hər birində Göyxana tamamilə dolu olanı götürsək bizə daha yaxşıdır. Məsəl üçün, götürək bu ünvanı, IP kodu kopya edirik və eyni zamanda port nömrəsi 3128-i də yadda saxlayırıq. Daxil oluruq Mozilla'nın Nastroyka bölməsinə. Burada Document bölməsinə, daha sonra Set bölməsinə, Nastroyka. Burada Ruchная Nastroyka Service Proxy işarələyirik və copy elədiyimiz IP adresi paste edirik. Bu port nömrəsinə isə yadınızda saxladığımız 3128 bu port nömrəsini yazırıq. 28. Bura zanaçıq qoyuruq ki, yəni özü avtomatik göstərsin. OK deyirik. Bunları etdikdən sonra daxil oluruq yenidən profilimizə. Ad dəyişmə bölməsinə daxil oluruq. Familiyanı silirik, sadəcə qalır boşluq və yadda saxlayırıq. Burada bizdən keçid söz istəyir. Keçid sözümüzü yazırıq. Və beləliklə hazırdır. Tək ad altında profil düzəldildi. Daxil olduqda görürük ki, yalnız Mədəd adı ilə qeyd olunmuş bir profildir. Diqqətinizə görə çox sağ olun. YouTube kanalında digər videolara baxaraq yararlana bilərsiniz. Çox sağ olun.